Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə martın 24-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində yağıntılar intensiv olacaq. Şimşək çaxacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Temperatur gecə 4-7, gündüz 7-10 dərəcə isti, atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət isə 70-80% olacaq. Naxçıvanda gün ərzində, əsasən də axşam saatlarında arabir yağış yağacaq. Havanın temperaturu 3-5 dərəcə isti olacaq. Bəzi rayonlarda hava şəraiti yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlara qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.